Allahın adıyla. Salam dəyərli tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Əgər bir insan Allahla dost olmaq istəyirsə, ilk növbədə öz nəfsini paklamalıdır. Yəni, elə etməlidir ki, o etdiyi işlərdə niyyəti yalnız Allah olsun. Əgər o niyyətini Allah üçün etməsə və başqası üçün etsə, təbii ki, burada problemlər var, çətinliklər yaranır. Yəni, insan öz ruhunu paşlamaqdan ötürü ilk növbədə etdiyi əməllərə, hərəkətlərə fikir verməlidir. Gün ərzində nə edir, nə iş görür, nə danışır, nə fikirləşir, hara gedir, hardan gəlir, bunları tənzimləməlidir. Və bunları da tənzimləməkdən ötürü ilk növbədə insan həyatı üçün proqram qurmalıdır. Həyatı üçün proqram qurandan sonra da yazmalıdır, həyatında olan bütün prosesləri yazmalıdır. Hansı işləri Allaha xatir etdi, hansı işləri özünə görə etdiyini dərk eləməlidir. Yəni, insan ruhunu paşlamaqdan ötürü, Allahı tanımaqdan ötürü özünü sanki elə hazırlamalıdır ki, insan ruhu, Allahın işlərini görməkdən ötürü hazır olsun. Yəni, insan ruhu halını elə bir hala gətirməlidir ki, və o artıq başa düşməlidir ki, onun etdiyi işlərdən Allah razıdır, yoxsa narazıdır. Təbii ki, indi bu proseslərə gəlib çatmaq biraz çətindir, amma zamanla insan öz həyatında proqram qurduqca, öz işlərini yazdıqca ki, məsələn, hansı işi mən Allaha görə etmişəm, hansı işi mən özümə görə etmişəm və yaxud hansı işi mən qonşuya görə ya bir başqa adama görə etmişəm, yavaş-yavaş başa düşür və özünü tanımağa başlayır ki, o nə qədər Allaha yaxınlaşıb, nə qədər Allahla dost ola bilib. Yəni, insan bütün işlərini Allah üçün etməlidir. Yəni, Allahın razılığını qazanmaq üçün namaz qılmalıdır, oruç tutmalıdır, sədəqə verməlidir. Yəni, əməllərində riya olmamalıdır. Yəni, pis niyyətlərdən uzaq olmalıdır. Yaxşı niyyətlərlə Allaha yaxınlaşmalıdır.